yəni kəşfiyyat bölüyünün təlimatçısı oldum. Müharibə aktiv fazaya keçəndə, yəni ki, ermənilərlə, mən də başqaları kimi, baxmayaraq ki, evin bir uşağıyam, könüllü olaraq öz qəsəbəmizdən də 9 nəfər məşq yoldaşlarım, sinif yoldaşlarım, küçə uşaqlarımız, onlarla birgə Xanlar batalyonuna yola düşdük. Və biz Sarısuda yerləşən batalyonun üzvü olduq və düz Ağdərə birinci dəfə alınana kimi o döyüşlərdə iştirak elədim. Sonra mənim işim oldu xüsusi komandaturada, tağım komandiri oldum mən, xüsusi vзвodun. Ancaq mənim böyrümdə, başımda o qədər normal, pozitiv, yaxşı insanlar var idi, yaşda məndən böyük, belə həyat elə qismət eləmişdi ki, o insanlar da məndə yəqin hansısa da bir xarizma görüb, potensial görüb, mənə təmənnasız dayaq olurdular. Mən də o zamanın idmançılarını Gəncədə yığa bilmişdim böyük uşaqları başıma, hansı ki, o biri bölmələrdən müəllimdən küsmüşdülər, məşqin keyfiyyətsizliyindən küsmüşdülər, hamısı gəlmişdilər, dinamo yığılmışdı və zarafat deyil. Gəncə şəhərində indiyənə kimi respublikada heç kim verə. Mənim 36 qız tələbəm var idi, 18 yaşından böyük. O cümlədən rayondan gəlib, burada institutlarda oxuyan qızlar gəlirdi, orada məşq eləyirdi və bunun hamı deyirdi ki, necə oldu ki, sən o boyda qız yığırsan? Ona ki, bizdə qızlar, oğlanlar, qardaş, bacı kimi münasibət var idi.